ölkədə gənclərin 90%-i arzularını reallaşdırır. İstədikləri həyatı yaşayır. Ay Nazir, hansı gənclər gündə 25-30 manata fəhlə işləyib, öz arzularını unudub, stresdən belə əyilmiş gəncləri deyirsiniz? 10 gəncdən 5-i artıq nevroz vəziyyətindədir. Qiymətlər hər gün qalxır, amma bu gənclərin əməyinin qiyməti qalxmır. Onların əməyinə hörmət yoxdur. Onlar sabaha ümidlə baxır, amma hər gün kirayədə, bank borcunda, maaşın azlığından yorulurlar. Siz statistika deyirsiniz, onlar isə hər gün həyatı ilə mübarizə aparır. Güc yalnız zəifləri əzməkdə deyil. Güc, haqqı qorumaqda, gənclərin haqlarını çatdırmaqda, onlara ümid göstərməkdədir.